Hər-birinizi xoş gördük, əziz tarix sevərlər. Nəhayət ki, uzun bir aradan sonra sizlərlə yenidən dərs keçmək qismətimiz oldu. Çünki müəyyən qədər dərs sistemi elə qurulub ki, müəllimin əlavə deməli, müəyyən işlərə vaxtı qalmır. Müəyyən qədər az bir tətilimiz var. Bu tətili səmərəli istifadə edərək sizə dəstək məqsədi ilə dərs izahlarına davam edirik. Əvvəl biz bilirik ki, ardıcıl sistemli şəkildə dərslərin izahını verməyə çalışırdıq, amma indi imtahanlara çox az vaxt qalıb. Həm abituriyentlər buraxılış blok imtahanları verəcəklər, həm də ki, müəllimlərin qarşısında sertifikasiya və MİQ imtahanı var. Düşünürəm ki, bu imtahanda onlara az vaxt qalıb təkrar etmələri üçün ən ağır mövzuları, hansı ki sizlərə ağır gəlir və çox vacib dərsdir, onlardan da heç olmasa bir neçə sualla qarşılaşacağıq imtahanda. Ona görə də bu dərslərin izahını verməyə çalışacağıq. İnşallah ki, çalışarıq ki, davamlı olsun. Bugünkü mövzumuz ən vacib mövzulardan biri olan Osmanlı dövlətidir. Bütün imtahanlarda Osmanlı ilə bağlı suallarla mütləq ki, qarşılaşacağıq. Çalışaq ki, bu sualların öhdəsindən gələk. Ona görə də biz Osmanlının böyük bir mövzudur. Çünki Osmanlılar çox uzun və şərəfli bir tarix yolu qət ediblər. Uzun dövr olduğuna görə Osmanlını bir neçə dərsə izah etməyi düşünürük. Osmanlılar dövlətini çalışacağım ki, durğunluq dövrünə qədər bugün izahını verim sizə. Növbəti dərsdə isə davamını çəkərik. Kimdir Osmanlılar və necə oldu ki, onlar dövlət yarada bildilər? Deməli, ümumiyyətlə, türklər müəyyən dövrlərdə zaman-zaman güclü, qüdrətli dövlətlər, imperiyalar yarada biliblər. Biz Səlcuqları keçmişdik ki, Səlcuqlar dövləti deməli, Anadoluya da gəlib çıxmışdı. Malazgirt döyüşündən sonra əlbəttə ki, Alparslan Anadolunu türk torpağına çevirə bilmişdi. Həmin dövrdən də Anadoluya türklər gəlmişdi. Mərkəzi Asiyada Türkistan bilirik ki, türklərin dədə-baba yurdudur. Mərkəzi Asiyada Türkistanda qayılar yaşayırdı, Azərbaycanda Oğuz türkləri yaşayırdı. Lakin bu dövrdə deməli Monqol dövləti, Çingiz xan Monqol dövlətini yaradır və Monqolların adət-ənənələri ilə türklərin adət-ənənələri heç uyğun gəlmirdi. Çünki bilirik ki, türklər həmişə qadını müqəddəs sayıblar, qadınların deməli dövlət işlərində hər zaman deməli iştirak ediblər. Biz türk dövlətlərinin çoxunda bunu görürük, amma Monqollarda bilirik ki, onlar gerdə qalmış idilər. Mədəniyyət abidələrinə, adət-ənənələrinə hörmətlə yanaşmırdılar. Hətta Monqollarda qadın heç hörmət qoyulmurdu. Onlar bazarda adi qadınlar alış-satış, qul kimi satılırdı. Monqolların Çingiz xanın bilirik ki, Mərkəzi Asiyaya hücumu olanda Mərkəzi Asiyada Xarəzmşahlar dövləti var idi. Böyük Səlcuqlu dövlətinin parçalanmasından sonra məsələn Azərbaycanda Atabəylər dövləti yaranacaq. Atabəylər dövləti vardı. Mərkəzi Asiyada Xarəzmşahlar, məsələn Anadoluda Anadolu Səlcuq Sultanlığı, İraq Səlcuq Sultanlığı, Kirman və digər bir çox xırda dövlətlərə parçalanmışdı. Və bu dövrdə də dedik ki, Çingiz xan güclü Monqol dövlətini yaradır və Monqollar da əlbəttə ki, ərazilərini genişləndirmək istəyir. Həmin dövrdə Mərkəzi Asiyada olan Xarəzmşahlar dövləti düzgün taktika seçməmişdi. O Monqollarla açıq döyüşə girməkdənsə şəhərlərin deməli müdafiəsinə arxayın olduğuna görə hər bir şəhərə ayrı-ayrılıqda döyüşməsinə qərar vermiş. Əlbəttə ki, bu da uğurlu olmadı. Çünki Monqollar Çindən özləri üçün qala dağıdanlar, mancanaqlar gətirmişdi və belə işlə Mərkəzi Asiyanı asanlıqla aldılar. Bəs türklər nə edəcək? Əlbəttə ki, türklər Monqolların vəhşi deməli davranışına tab gətirməkdənsə öz torpaqlarını tərk etməyi belə üstün tutdular. Biz bilirik ki, türklər uzun müddət həmişə demək olar köçərək həyat sürürdülər və onlar çox zaman tarixən deməli köç edirdilər. Bəzən otlar ərazilərə çatmırdı, bəzən deməli quraqlıq ucbatından, siyasi çəkişmələr ucbatından türklər daim yer dəyişirdilər, yerlərini dəyişirdilər. Deməli Osmanlı dövləti o dövrdə Anadolu Səlcuq Sultanlığına sığınacaq deməli gələn qayı tayfaları, eyni zamanda dedik Azərbaycandan da Oğuz tayfaları Anadolu Səlcuq Sultanlığına pənah gətirdi.
O dövrdə Anadolu Səlcuq Sultanlığı öz ərazilərinin deməli Bizansla mübarizə apardığına görə ərazilərinin qorumaq üçün döyüşkən türk tayfalarını öz sərhəd boyu ərazilərində yerləşdirirdilər. Deməli, bəs qayıları bura kim gətirib çıxartdı Anadoluya? İlk əvvəllər biz Süleyman Şahın adını seçməliyik ki, Süleyman öz elini götürüb Anadoluya gətirir, amma Anadoluda hava şəraiti onlara uyğun olmadıqlarına görə onlar qərar verirlər ki, yenidən öz vətənlərinə qayıtsınlar. Qayıdanda da iyi gəldikləri yolla deyil də, Hələbdən, Suriyadan keçərək vətənlərinə qayıtmaq istəyəndə Fərat çayını keçən zaman Süleyman Şah deməli çayda boğulur, ölür. Hal-hazırda da onun qəbri türk qəbri olaraq həmin ərazidə deməli mövcuddur, varlığını qoruyub saxlayır. Süleymanın 4 oğlu var idi ki, onlardan ikisi öz ana yurduna qayıdır, amma ikisi Ertuğrul'la Dündar bu ərazilərdə qalmağa qərar verirlər və Ertuğrul'un dövründə o Anadolu Səlcuq Sultanlığı ilə əlaqələri yaxşılaşdırır və hətta ona müəyyən qədər ərazilər də Söyüdlünü və Ermənini ona deməli yurd olaraq da hədiyyə edirlər. Ertuğrul'un dövründən sonra isə hakimiyyətə Osman gələcək, Ertuğrul'un oğlu. Osmanın dövründə, deməli, o dövrdə Osman bu ərazilərdə möhkəmlənməsi Bizans feodallarının deməli, xoşuna gəlmirdi. Ona görə Bizans feodalları böyük bir ordu toplayaraq deməli, Osman üzərinə gəlirlər. Osman da dedi ki, o dövrdə İraq Səlcuq Sultanlığının, Anadolu Səlcuq Sultanlığının Əhləşirvana deməli əlaqələri Keyqubatla yaxşı idi. Keyqubat çalışır ki, ona kömək eləsin, amma onun öz torpaqlarına belə hücumlar olduğuna görə Osmanı tək qoyub gedir və Osmana inandığını bildirir, onun xüsusi seçilmiş insan olduğunu və Allahın da onun tərəfində olduğunu onu inandıraraq öz torpağına qayıdır. Osman isə bu mübarizədə deməli Bizans feodallarına qalib gəlir. O vaxtı Qaracahisar qalasını azad edir. Qaracahisarı azad etməsi onun şöhrətini artırır və deməli Anadolu Səlcuq hökmdarı Keyqubat ona çoxlu hədiyyələr göndərir. Hədiyyələrin içərisində sancaq, yəni bizim dilimizdə bayraq var idi. Eyni zamanda qılınc, xəncər, kəmər, at və s. Bu o deməkdir ki, artıq deməli Osman bu hadisədən sonra öz dövlətini yaradır. Osmanın dövlətinin yaranması həm də Anadolu Səlcuq Sultanlığının zəifləmə dövrünə təsadüf edir. Çünki o dövrdə biz bilirik ki, Hülaki hökmdarı Qazan xan özünün qüdrətli dövrünü yaşayırdı. Anadolu Səlcuq Sultanlığı üzərinə hücum edir və Anadolu Səlcuq Sultanlığını zəiflədir. Bu zəifləmədən də istifadə edərək 1302-ci ildə Osman öz dövlətini yaradır. 1302-dən 26-cı ilə qədər Osman deməli dövlətini idarə edir. Osmanın deməli dövləti yaradarkən ilk paytaxtı dedik ki, Söyüdlü idi. Lakin Osman Bursanı fəth etməyi deməli hədəfləmişdi və Bursanı mühasirəyə alır. Bursanın mühasirəsi 12 il davam edir. 14-dən 26-ya qədər Bursa mühasirədə saxlayır. Ancaq Bursanı fəth etmək deməli Osmana qisməti olmur. Osman vəfat edir Ərəfədə, yəni qalanın alınması ərəfəsində vəfat edir və onun öz elə vəsiyyətinə görə də onu Bursanın qala divarları önündə dəfn edirlər. Bursanı fəth edən onun oğlu Orxan Qazi olur. Orxan Qazinin dövrünə təsadüf edir. Bəs Orxan hansı işləri görəcək? Bizim üçün vacib olan odur ki, hansı Osmanlı hökmdarları hansı işləri görüblər, hansı döyüşlərdə iştirak ediblər və onlar hansı nəticələri bunları mütləq bilməliyik və bir-birindən ayırmalıyıq. Ona görə də hakimiyyət illərindən əzbərləsək, yadımızda saxlasaq çox yaxşı olar. Çünki bir də elə suallarla qarşılaşdıq ki, məsələn, Avropada bu hadisə baş verdiyi zaman Osmanlıda hansı hökmdarın hakimiyyət dövrünə təsadüf edir. Ona görə də ən azından bunları deməli əzbərləmək lazımdır ki, hadisələri tapa bilir. Deməli, Orxan Qazidən danışdıq. Orxan Qazi artıq Bursanı fəth etdi. 1326-dan 1362-ci ilə qədər hakimiyyətdə olacaq Orxan. Orxanın dövründə Orxan da, Osman da, bundan sonra hakimiyyətə gələn Murad da əslində bu hökmdarların hər biri Bizansla mübarizə aparıblar.
Orxanın dövründə də Bizansla mübarizə davam edirdi. Bursanı fəth edir və Bursanı paytaxtına çevirir. Bir neçə Osmanlı sultanları, Osmanlı hökmdarları var ki, onlar paytaxt dəyişdiriblər. Onlardan biri də Orxandır. Orxan paytaxt dəyişdi. Bəli, Söyüdlüdən paytaxtı Bursaya keçirdi və eyni zamanda Bizansla mübarizəni davam elətdirib ərazilərini genişləndirir. Ərazilərini genişləndirən zamansa o əlbəttə ki, döyüşlər baş verəcək. İki əsas döyüşü mütləq yadımızda saxlamalıyıq Orxanla bağlı. Bunlardan ən əsası deməli biri Maltepe döyüşüdür. Maltepe döyüşü 1329-cu ildə, yəni Bursanın fəthindən 3 il sonra deməli Maltepe döyüşü olacaq. Maltepe döyüşündə Osmanlıların qələbə çalmasının ən önəmli tərəfi onların güclü oxçularının olmasıdır. Biz bilirik ki, həmişə türklər, hətta Hunlardan, İskitlərdən də xatırlayırıq ki, çox gözəl ox atanlar idilər. Məsələn, Pinçer döyüşündə də, məsələn, Hunlar oxçularının hesabına, sayəsində qalib gəlmişlər. Bu oxşar cəhət kimi götürə bilərik. Deməli, Maltepe döyüşündə Osmanlılar öz dəqiq oxçularının hesabına qalib gəlirlər və deməli Bizansı məğlub edirlər. Növbəti döyüş isə deməli Gelibolu döyüşüdür. Gelibolu döyüşü 1354-cü ildədir. 1354-cü il Gelibolu döyüşünü biz 1071-ci il Malazgirt döyüşü ilə oxşar götürə bilərik. Niyə? Çünki hər ikisində Anadolu türklərin torpağına çevrilir. Deməli Anadoluda 1354-cü il Geliboluda qalib gələn Orxan Qazi Anadoludan Bizansları qovur və eyni zamanda Balkanlara yol açılır. Yadımızda saxlayırıq ki, Balkanlara yolu açan bizdə kim oldu? Orxan Qazi oldu. Amma Balkanlarda fəthləri edən, ondan sonra hakimiyyətə gələn Muradın dövrünə düşəcək. Murad Osmanlıların ilk sultanıdır. Sultan titulu qəbul edən ilk hökmdarı kim olacaq? Sultan 1-ci Murad. Sultan 1-ci Murad eyni zamanda paytaxt dəyişdirən hökmdar olacaq. Çünki Ədirnəni alacaq, fəth edəcək və paytaxtı Bursadan Ədirnəyə köçürdəcək. Dedik ki, eyni zamanda sultan titulu qəbul edən digər hökmdarlarla da biz qruplaşdıra bilərik. Məsələn, Azərbaycanda ilk sultan titulunu kim qəbul edibdir? Əlbəttə ki, deməli Eldənizlərdən Qızıl Arslan deməli ilk sultan titulunu qəbul edib. Məsələn, türk dünyasında ilk sultan olan Mahmud Qəznəvini xatırlaya bilərik və beləliklə də qruplaşdıraraq yadımızda saxlamaq bizim üçün daha rahatdır. Dedik ki, Balkanlara yolu açan oldu. Orxan Qazi Balkana gedən yolu Gelibolu ilə açdı. Amma Balkanda fəthlər edib, Balkan dövlətlərinin özündən asılı edən hökmdar isə olacaq bizdə Murad. Muradın deməli Çirmən döyüşü var 1371-ci ildə. Çirmən döyüşündə Murad Serbləri məğlub edir. Serbləri məğlub edir və serblərin çoxu deyir ki, qaçan zaman çayda boğulub ölürlər. Serblər sonra bunun qisasını almaq istəyəcəklər və ona görə də Kosovo yenidən bir döyüş baş verəcək. Daha böyük döyüşdür. 1389-cu il Kosovo döyüşündə isə serbləri daha böyük məğlubiyyətə uğradılar və serbləri asılı vəziyyətə salırlar. Bundan sonra serblər artıq demək olar ki, müqavimət göstərə bilmirlər. Serbiya, Bulqaristan artıq deməli Balkan dövlətləri Osmanlılardan asılı dövlətə çevrildi. Bilir ki, Murad Kosovo döyüşünün sonuna yaxın artıq döyüş yekunlaşmaq ərəfəsində döyüş meydanında gəzən zaman deməli serblər tərəfindən ağır yaralanır və bu aldığı yaradan bir müddət sonra vəfat edir və bu dövrdə İldırım Bəyazit özünü elə İldırım ləqəbini də ona görə alır ki, bilirsiniz də döyüşdə sərkərdənin ölməsi, sultanın ölməsi dağınıqlıq yarada bilərdi. Ona görə də Bəyazit o qədər sürətlə gəlib ordunun başına keçib döyüşü sonlandırdığına görə məsələ İldırım ləqəbini də alır. Bəyazidin dövrü deməli Kosovo ilə başlayır 1389 və Ankara ilə də bitəcək. 1402-də bilir ki, Ankara döyüşündə o əsir düşəcək. Bəyazidin dövründə demək yürüşlər davam etdirilir. Bəyazid deməli daha böyük bir uğura imza atacaq. Bolqaristanı tamamilə özünə birləşdirəcək Niqbolu döyüşündən sonra. Niqbolu döyüşü dedik ki 1396-cı ildə baş verəcək. Avropa səlibçiləri ilə Osmanlılar arasında baş verəcək və Avropa səlibçilərini darmadağın edir. Dedik ki, Balkanlarda daha da möhkəmlənir.
Lakin o dövrdə Bəyazidin böyük bir arzusu var idi, Konstantinopolu fəth etmək. Belə ki, Konstantinopolu çox deməli, türklər də, ərəblər də, bir çox dövlətlər mühasirəyə almışdı və yaxud da hücumlar etmişdi, amma Konstantinopolu fəth etmək onların heç birinə qismət olmamışdı. Elə Bəyazidə də qismət olmayacaq. Niyə? Çünki Bəyazid deyir, çoxlu qalalar tikdirir, müəyyən işlər gördürür ki, bu Konstantinopolu fəth eləsin. Lakin bu dövrdə şərqdə bilirik ki, Teymur Turan dövlətini yaratmışdı. Teymur ilk əvvəl hətta onunla məktublaşması var ki, mən bilirəm ki, sən gavurlarla müqəddəs işlə məşğulsan, sənə hücum etməyəcəm, amma sonradan bilirik ki, Anadolu uğrunda, eyni zamanda ticarət yollarına nəzarət etmək uğrunda Bəyazidlə Teymurun münasibətləri kəskinləşir və Teymur Bəyazidin üzərinə yürüş edir. Bəyazid isə dedi ki, arzusu Konstantinopolu almaq idi deyə ordusunun bir hissəsini Konstantinopolun deməli mühasirəsində qoyur, ordusunun bir hissəsi ilə Teymurla döyüşə deməli gətirir. Bu bir növ elə bir ki, Teymurla döyüşə əminliklə gəlir, qalib gələcəyinə inanır. Lakin o müəyyən şeyləri nəzərə almamışdı. Anadolu bəylərinin bir hissəsi deməli Teymurun tərəfinə keçir və o dövrdə də Bəyazid demək olar ki, çıxılmaz vəziyyətə düşür və əsir düşəcək. Bu döyüşdə də məğlub olacaq. Eyni zamanda Bəyazidlə biz Azərbaycan tarixinə keçmişik ki, Teymurun münasibətlərinin korlanmasının səbəblərindən biri də Azərbaycan hakimləri olan Qaraqoyunlu hökmdarı Qara Yusif Cəlalilərdən deməli Sultan Əhmədi həm də himayə eləmişdi Bəyazid. Çünki onlar Teymurun deməli təqiblərindən qaçıb Bəyazidə sığınmışdılar. Hətta Teymur Bəyaziddən onları təhvil verməsini tələb edəndə Bəyazid rədd cavabı vermişdi. Beləliklə də növbəti döyüşün səbəbləri artıq formalaşır. Ankara döyüşündə dedik, Bəyazid məğlub olur, əsir düşür və Bəyazidin əsir düşməsi Osmanlı dövlətini zəiflədir. Osmanlı xeyli zəifləyir. Osmanlının Konstantinopolu fəth etməsi hardasa bir 50-51 il gecikəcək. Sonradan deməli hakimiyyətə 2-ci Mehmet gəlib Osmanlıda olan bu geriləməni, bu dağınıqlığa son qoyacaq, Osmanlı dövlətini toparlayacaq Mehmet və Mehmet bilirik ki, Fatih təxəllüsü alacaq. Başqa Fatih təxəllüsü alan hökmdarı da yadınıza salsanız yaxşı olar. Siz bir düşünün. Deməli, 2-ci Mehmet Fatih təxəllüsü alacaq. Çünki Mehmet babalarının görə bilmədiyi o Konstantinopolu fəth etməyi belə deyək də, qarşısına böyük bir məqsəd kimi qoymuşdu və çox inadkar olur uşaqlıqdan. Dediyini həmişə eləyən bir hökmdar olur və sonunda da öz istəyinə nail olacaq. Deməli, Konstantinopol almaq üçün o Buynuz limanından bilirik ki, gəmiləri ağla gəlməz bir üsulla taxtaları, deməli, yağlar çəkdirərək gəmiləri digər tərəfə keçirdə bilir. Beləliklə, Fatih təxəllüsü alan hökmdar da biz deyə bilərik ki, kim? 1-ci Wilhelm 1066-cı il Hastings döyüşündən sonra o deməli Normandiya hersoquydu. Gəlir İngiltərəni alır və İngiltərəni fəth edəndən sonra Fatih təxəllüsü almışdı. Deməli, 2-ci Mehmet nə etdi? 2-ci Mehmet Osmanlının itirilmiş qüdrətini bərpa elədi. Konstantinopolu böyük əziyyət hesabına fəth eləyəcək 1453-cü ildə. 1453-cü il həm də Avropada nəyin tarixidir? Bəli, Avropada 100 illik müharibənin sonudur. Azərbaycanda Uzun Həsənin Ağqoyunlu taxtına çıxmasıdır. Bəli, əlbəttə ki, Konstantinopolu fəth edəndən sonra onun deməli Bizans imperiyasının varlığına son qoyur. Bizans imperiyasının dedik ki, hamısı dövlət, hökmdarlar, Osman, Orxan, deməli Murad hamısı mübarizə aparırdı. Bizansın axır ki, varlığına son qoyan bunlar içərisində Mehmet oldu. Bizansın varlığına son qoydu. Bizansın balaca bir mülkü qalmışdı. Bu Trabzon imperiyası idi. Trabzonu da fəth etmək deməli İstəyəndə əlbəttə ki, bizim Ağqoyunlu Uzun Həsənlə münasibətləri gərginləşəcək, hətta onlar arasında döyüşlər baş verəcək. Biz onu Azərbaycan tarixindən geniş şəkildə sizinlə keçəcəyik. Trabzonu da fəth edir, nə qədər Ağqoyunlu hökmdarı Uzun Həsən buna etiraz etsə də, anası Saray Xatunu onun yanına danışıqlar üçün göndərsə də, yenə də deməli Trabzonda fəth olunur. Eyni zamanda Venesiyalılar üzərində də uğurlu deməli
qələbələr əldə edir. Kimlər gedirdi söhbət? Mehmetdən. Mehmet eyni zamanda dövlətin idarə olunmasında da müəyyən deməli qanun qaydalar yaradacaq, qanunnamə qəbul edəcək. 1476-cı ildə qanunnamə qəbul edir. Həmin o qanunnamədə deməli sahələri də əzbərləsəniz yaxşı olar. Çünki həm məhkəmə işlərini, həm vergi sistemini, eyni zamanda məmurların deməli idarə etmədə hüquqlarını, vəzifələrini, yəni hətta dini icmaların belə hüquq və vəzifələrini aydınlaşdırır. Deməli, neçənci il? 1476-cı il qanunnamə verən hökmdarlardan sayılır 2-ci Mehmet. Yaxşı, bəs Azərbaycanda qanunnamə verən hansı hökmdarları tanıyırıq? Bir düşünüb yadımıza salsaq yaxşı olar. Əlbəttə ki, Azərbaycanda ilk qanunnamə verən hökmdar Salari hökmdarıdır. Mərziban İbn Məhəmməd. Sonra bizim elə Uzun Həsənin də dövründə qanunlar qəbul edilib və bir də deməli Şəki xanı deməli Məhəmməd Həsənin dövründə deməli qanunnamə qəbul edilib. Biz deməli Mehmetlə danışdıq. Mehmetin dövründə artıq dedik ki, çiçəklənmə dövrü başlayacaq. 1453-cü ildən 1579-cu ilə qədər Osmanlı tarixində çiçəklənmə dövrü başlayır. Biz yaranma dövrünü demək olar ki, keçdik. Yaranma dövrünün hökmdarları kim oldu? Yaranma dövrü başladı 1302-dən 1453-cü ilə qədər olan bütün hökmdarların hamısı yaranma dövrünə aiddir. Osman, Orxan, Murad, Bəyazid, 2-ci Mehmet hətta yaranma dövrünündür. Artıq Mehmedin Konstantinopola alıb İstanbul etməsi, adını dəyişir. Eyni zamanda Ayasofyaya daxil olur, orada namazını qılır və Fatih təxəllüsünü alması və çiçəkli. Bununla da çiçəklənmə dövrünün əsasını qoyur. 1453-dən 1579-cu ilə qədər isə bizdə olacaq çiçəklənmə dövrü. Deməli, başlayır Mehmetdən bitəcək. İkinci Səlmin vəfatından sonra artıq bizdə çiçəklənmə dövrü durğunluq dövrü ilə əvəz olunacaq. Deməli, Mehmetdən danışdıq. Mehmetin ümumiyyətlə onların hakimiyyət illərinin hamısını bilmək vacibdir. 1451-dən 81-ci ilə qədər olan dövrü əhatə eləmişdir. 81-dən isə artıq deməli 1512-ci ilə qədər biz 2-ci Bəyazidlə tanış olacaq. 2-ci Bəyazid çox belə deyək, mülayim adam idi, mömin adam idi. Ona görə ona vəli təxəllüsü vermişdilər. Demək olar ki, ətrafında olan dövlətlər çox idi, dost münasibətləri var idi. Eyni zamanda Azərbaycanda Ağqoyunlu hökmdarları ilə dostluq münasibəti var idi. Ağqoyunlu dost münasibəti var idi. Sonra Səfəvi hökmdarı, Səfəvi dövlətinin yaradıcısı İsmaillə da dost münasibətləri var idi. Onlar hətta bir-birinə ata, oğul deyə deməli məktublaşmalarda müraciət edirdilər. Deməli, eyni zamanda Misirlilərlə, Məmlüklərlə dostluq, qardaşlıq münasibətləri var idi. 2-ci Bəyazidin. Bəyazid həm də o dövrdə bilirik ki, Avropada deməli Avropada müsəlmanların qovulması, rekonkista siyasəti gedirdi. Həmin dövrdə müsəlmanlarla yanaşı Yahudiləri də sıxışdırıb Piriney yarımadasından çıxarırdılar. Həmin dövrdə Piriney yarımadasından çıxarılan, sıxışdırılan Yahudilərə sığınacaq verəcək. Eyni zamanda dedi ki, Venesiyalıları məğlub edəcək. Venesiyalıları 2-ci Mehmet də dedi ki, Venesiyalılar üzərində uğurlu deməli qələbələr əldə eləmişdir. Bu olan oxşar cəhətidir. Venesiyalılarla mübarizə 2-ci Bəyazidin dövründə də var. Dedi ki, dostluq münasibətləri saxlayırdı 2-ci Bəyazid. Lakin 2-ci Bəyazid nə qədər mömin idisə, onun oğlu 1-ci Səlim bir o qədər qəzəbli idi, bir o qədər hirsli idi, Yavuz rəqəmi almışdı, qəzəbli deməkdir və atasının etdiyi siyasət hər bir şeyini tərsinə eləyəcək. Kimlə dost idi, onlarla düşmən olacaq. Ya Səfəvilərlə dost idisə, Səfəvilərlə bilir ki, İsmaillə onun arasında müəyyən qədər deməli problemlər yaranır, məşrutlaşmalar olur və bu da sonda gətirib çıxardacaq. Müharibə bilir ki, İsmail də ərazilərini şərqə doğru genişləndirmək, qərbə doğru genişləndirmək istəyirdi. Əlbəttə ki, onların məqsədləri toqquşacaq. Eyni zamanda bilir ki, Çaldıran döyüşü baş verəcək. Çaldıran döyüşündə Səlim Səfəviləri ağır məğlubiyyətə uğradır, hətta onlara dini don giydirib cihad elan edir. Sonra Təbrizi gəlir, işğal edir, amma Təbrizdə qala bilmir. Təbrizi işğal eləsə də qızılbaşların əks hücumundan çəkinərək Təbrizdə qala bilmir, geri çəkilir. Deməli, 1514-cü il Çaldıran döyüşü biz bilirik, qardaş qırğınıdır. Əlbəttə ki,
Səlimlə İsmail arasında baş vermişdi və İsmail bundan sonra bir daha heç bir döyüşlərə qoşulmur. Eyni zamanda dostluq elədiyi, atasının dostluq elədiyi Misir məmlükləri ilə də münasibətlər kəskinləşir. Misiri deməli işğal edəcək, məmlüklərin varlığına son qoyacaq və Misirdə müqəddəs torpaqlarda olan Məhəmməd peyğəmbərə aid olan deməli əşyaları İstanbula gətirəcək. Hal-hazırda da İstanbulda muzeydə saxlanılır həmin o deməli müqəddəs əşyalar. Misirə birləşdirəcək. Yəni demək Afrikanın şimalında Misirin birləşdirilməsi kimin dövrünə təsadüf etdi? Birinci Səlimin dövründə. Səlimdən sonra Süleyman gələcək. Süleymanın dövrü möhtəşəm yüzyıldır. Çünki Süleymanın dövründə dövlət daha da güclənəcək, əraziləri genişlənəcək və Avropanın içərilərinə doğru irəliləyəcəklər. Süleymanın dövrü 1520-dən 66-cı ilə qədər olan dövrü əhatə edir. Süleyman qanunu nə edəcək? Deməli, Süleymanın dövründə ilk əvvəllər biz dedik ki, Avropalıların içərilərinə doğru gedəcək. İlk Belqradı fəth edəcək 1521-ci ildə. Macarıstanı Maxaç döyüşü ilə fəth eləyəcək. Maxaç Macar, bunu belə yadda saxlayın. Maxaç döyüşündə Çex-Macar ordularını darmadağın eləyir, Macarıstanı özünə birləşdirir və ondan sonra bilirik ki, biz ən böyük rəqibi Osmanlıların Avstriya idi ki, Avstriyanın paytaxtı Viyananı bir neçə də mühasirəyə alacaqlar və Viyananı fəth eləmək Osmanlılara qismət olmayacaq. Bir neçə dəfə bunu Süleyman etməyə çalışdı. Süleymandan sonra bu iş davam etdirildi. Heç bir uğurla nəticələnmədi. Elə Venesiya, Avstriya və Avropanın bir çox dövlətləri sonradan Osmanlıya qarşı birləşəcəklər. Dedik ki, Süleymanın dövründə Avstriyanın paytaxtı Viyana şəhəri 1529-cu ildə mühasirəyə alınsa da, havanın çox sərt olması, təchizatı çətinləşdirdiyinə görə geri çəkilməyə məcbur olurlar, işğal edə bilmirlər və 1533-cü ilə qədər bu proses davam edir. Sonda müqavilə imzalayır 33-cü ildə və qüvvələrini üzünü döndərir Azərbaycana tərəf. Deməli, o dövrdə bilirik ki, Səfəvilər deməli Şeybanilərlə şərqdə Xorasan uğrunda mübarizə aparırdılar. Süleyman bunu fürsət bilir və Azərbaycana yürüş eləyəcək. Çünki Osmanlıları iki cəbhədə döyüşməyə məcbur buraxacaqlar və Süleymanın Azərbaycana demək olar ki, 4 dənə yürüşü baş tutacaq. 4-ündə də demək olar ki, o istəyinə nail ola bilmir. Azərbaycanda Səfəvilər dövlətini əlbəttə ki, süquta uğratmaq istəyirdi. Müəyyən qədər Təbrizi, müəyyən əraziləri alsa da sonda məqsədinə nail olmur. Çünki Süleymanın Osmanlıya rəhbərlik elədiyi dövr Azərbaycanda Səfəvilərin rəhbəri Təhmasib idi, birinci Təhmasib. Təhmasib yandırılmış torpaq taktikasından istifadə edərək Süleymanın məqsədinə çatmağa qoymur. Deməli, Avropada Süleymanın Viyana mühasirəsini dayandırır, müqavilə bağlayır. Azərbaycana 1534, 35, 1548 və 1554-cü ildə yürüşləri deməli baş tutacaq və bu yürüşlərin bir neçəsində, məsələn 34-də, 35-də də gəlir Təbrizi alır, müəyyən qədər Təbrizdə deməli Təbrizi alır, amma Azərbaycan tarixinə keçəcək. Orada ilk öncə deməli qışın gəldiyinə görə qala bilmir 34-cü ildə, 35-ci ildə sonra taun xəstəliyi filan müəyyən səbəblərdən Təbrizdə alsa da qala bilmir. Səlimlə oxşar cəhətidir. Səlim və Süleyman da hər ikisi Təbrizi işğal edə biliblər, amma orada deməli möhkəmlənə bilməyiblər. Eyni zamanda sonra Avstriyada, yenidən Avropada, Azərbaycanda Amasya sülhünü imzalayandan sonra yenidən Avropaya üz tutur. Viyananı bir neçə dəfə almağa cəhd göstərir. Bayaq dedik 1529-cu ildə ilk cəhdi uğursuz olur. Onun üçün 1541-ci ildə yenidən Avstriya ilə müharibəyə başlayır. O Avstriya ilə müharibəyə başlayanda əlbəttə ki Avropadan Portuqaliya dövləti. Portuqallar istəyirlər ki, deməli Afrikanın şimalında Osmanlıları sıxışdırsınlar, Əlcəzairi geri alsınlar. Lakin deməli orada fırtına nəticəsində deyir ki, İspaniya ordusunun bir hissəsini itirmişdi. Yerdə qalan hissəsini isə Osmanlılar darmadağın eləyəcək, Osmanlı donanması. Buradan da görsənir ki, 1541-ci ildən gedir söhbət. Bu neçənci əsrdir? 16-cı əsrin birinci yarısı. İspaniyanın o dövrdə bilirik donanması adlanırdı, məğlub edilməz armada. Məğlub edilməz armadanı demək ki, Osmanlılar da məğlub edib
16-cı əsrin ikinci yarısında biz bilirik ki, məğlub edilməz armada ingilislər tərəfindən La-Manş döyüşündə də məğlub ediləcək. Bu oxşar cəhətdir. Həm Osmanlılar, həm ingilislər 16-cı əsrdə nə ediblər? İspan donanmasını darmadağın ediblər. Portuqalları məğlub ediblər. Belə Portuqalları yox, nəhlə şeytan, İspanlıları məğlub ediblər. Portuqallar haqqında danışacağım. Fikrim oraya getdi. Deməli, sonuncu yürüşünü Avstriyaya bir də eləyəcək Süleyman, elə hakimiyyətinin sonuna yaxın 1566-cı ildə Avstriya üzərinə hücum edir və Zigetvar qalasını alır, dağıdır, yerlə yeksan edir. Və o mühasirə ərəfəsində, yəni mühasirədə almışlar Zigetvarı, amma qalanı fəth etməmişdən əvvəl vəfat edir. Bunu ordudan gizlədirlər. Qala fəth ediləndən sonra Süleymanın vəfat etdiyini artıq açıqlayırlar. Deməli, bu kimə oxşar cəhətdir? Bursanı fəthi ərəfəsində vəfat edən Osmanla, Zigetvarın mühasirəsi ərəfəsində vəfat edən Süleyman, bu onların oxşar cəhətidir. Süleymandan sonra hakimiyyətə gələn onun oğlu Səlim, Səlim 2-ci Səlim adı ilə taxta çıxır. Səlimin dövründə demək, bu seçlənmə dövrünün sonuncu hökmdarı saya bilərik. Çünki ondan sonra durğunluq dövrü başlayacaq. Səlim, bayaq dediyim kimi, Portuqallarla mübarizə aparacaq, Portuqalları məğlub edəcək. Bəs Portuqallarla niyə münasibətlər gərginləşir? Çünki Portuqallar İndoneziya müsəlmanlarını sıxışdırırdılar. İndoneziya müsəlmanları da Osmanlıya müraciət edib kömək istəyir. Osmanlılar da böyük məmnuniyyətlə onların köməyinə cavab verir. Portuqalları darmadağın edilər 1569-cu ildə. 1569-cu il başqa hansı hadisələrin tarixidir? Bunu bir düşünün, yadınıza salın. Çünki tarixi müqayisəli şəkildə öyrənəndə, qruplaşdıranda, 100 il əvvəl, 100 il sonra hansı hadisələr baş verib, bu cür öyrənəndə daha yaxşı yada salırıq, daha yaxşı yada saxlaya bilirik. Məsələn, 1569-cu ildə deməli, Reç Pospolita dövlətinin yaranmasıdır. Reç Pospolita dövləti deməli Litva ilə Polşa knyazlığının birləşməsi nəticəsində yaranmışdı. Eyni ildə 2-ci Səlim Portuqalları məğlub edir. 100 il sonra nəyin tarixidir? Məsələn, 1669-da Osmanlıda bir dənə hadisə var ki, Osmanlılar deməli Osmanlılar 1669-cu ildə Avropada fəthlər edirlər. Növbəti dərslərdə bununla izahını verəcəm sizə. Və Səlimin gördüyü ikinci ən böyük iş 1571-ci ildə deməli Kiprin fəthidir. Kipr adasını fəth edir. Biz bilirik ki, Kipr Osmanlı və sonraki elə Türkiyə tarixində də önəmli mövqeyi tutur. Məsələn, Kipr ilk dəfə birləşdirilir 1571-ci ildə. 1571-ci ildən 1878-ci ilə qədər Kipr Osmanlının demək olar ki, himayəsində qalır. Osmanlı asıllıq dövrüdür. Amma sonradan Kipri deməli Berlin konqresi var. Berlin konqresindən sonra ingilislər icarəyə götürürlər. Sonra bir də ki, Osmanlı Türkiyə Cumhuriyyəti dövründə Kipr məsələsi deməli mübahisəli məsələ olacaq. Çünki Yunanlılar oranı almaq istəyəndə deməli Türkiyə Cumhuriyyəti Şimali Kipr Türk Cumhuriyyətini yaradacaq. Ona görə də Kiprin məsələ tarixi Osmanlı ilə əlaqəsi gəlir çıxır 1571-ci ildə. Hal-hazırda da Şimali Kipr deməli Osmanlı ilə belə deyək də yavru vətən deyirlər. Osmanlı ilə çox sıx əlaqələri var və Osmanlı ona özlərinin ikinci vətəni kimi və s. baxırlar. Deməli Osmanlı tarixinin demək olar ki, biz ilk dövrünü, durğunluq dövrünə qədər olan dövrünü izah elədik sizə. Osmanlıda idarə etməyə də nəzər salaq. Çünki Osmanlı dövlətində dedik ki, dövləti idarə etməsində birinci şəxs kim idi? Əlbəttə ki, kim olacaq? Sultan. Sultan qeyri-məhdud hakimiyyətə malik idi. Birinci şəxs idi. Sultandan sonra deməli ikinci yerdə onun vəziri gəlir ki, vəzir həm də onun möhürdarı idi. Həm vilayətlərin idarə olunmasında, eyni zamanda vergilərin yığılmasına filan nəzarət edirdi baş vəzir. Baş vəzir də bəzən onun Şahın Sultanın yaxın qohumlarından təyin edilirdi, bəzən irsi də keçirdi.
irsi deməli məsələsi var idi burada. Ondan sonra divan var idi Osmanlılarda. Divan şahın yanında məşvərətçi orqanı idi. Sonda əlbəttə ki, deməli qərarı sultan özü verirdi. Və dəftərdar adlı vəzifə var Osmanlı tarixində. Dəftərdar maliyyə işləri ilə məşğul olurdu. Osmanlının deməli hətta Orxanın dövründən ərazi paşalıqlara, sultanlıqlara bölünmüşdü. Ordusu çox gözəl bir ordusu var idi. Hətta Yeniçərilər Osmanlı Avropanın o dövr üçün ən güclü ordusu sayılırdı. Ordusu da iki yerə bölünürdü. Atlılar və piyadalar. Atlılara əvvəlki kitablarda akıncılar deyirdilər. Akıncı vilayətlərdən toplanıb gəlmiş bizim elatlar kimi müharibə dövründə köməyə gəlirdi. Amma Yeniçərilər daimi ordu idi, piyadalardan təşkil olunurdu. Yeniçərilər daha çox belə deyək də yiyəsiz qalan kimsəsiz uşaqları yığırdılar. Onlara xüsusi məktəblərdə deməli hərbi dərsləri keçirilirdi və onlardan möhtəşəm bir ordu qurulurdu. Bir növ qulamlara da bənzər, yadınızdadırsa, həm ərəblərin dövründə, həm Qəznəlilərin dövründə qulamlar var idi ki, qulamlar da məsələn Çərkəzlərin, xristian uşaqlarının, sonra Gürcülərin uşaqlarından yığılaraq xüsusi ordu idi ki, bu da o vaxt Mahmud Qəznəvinin ən güclü ordusu sayılırdı. Belə, ordu iki hissədən ibarət idi. Sonra deməli idarə etmədə biz dedik ki, əhalinin idarə edən təbəqəsi var, idarə olunan təbəqəsi var. Əlbəttə ki, idarə edənlər, hakimiyyətdə olanlar, sultan, onların qohumları, ordu başçıları və s. idi. İdarə edilənlər isə rəiyyət adlanırdı və bütün yük də məsələ rəiyyətin üzərinə düşürdü, vergilər ödəyirdilər. Belə, bununla da demək olar ki, Osmanlının birinci dövrünün ilk iki dövrünü, yaranma və çeşlənmə dövrünü izah elədik. Sonradan isə Osmanlı dövründə durğunluq dövrü başlayacaq. Durğunluq dövrü dedik ki, artıq möhtəşəm yüzyıl başa çatır. Süleymandan sonra Səlim taxta çıxacaq. Səlimin ölümündən sonra isə durğunluq dövrü başlayacaq. Növbəti dərsimizdə biz durğunluq dövrü, onun səbəbləri və Osmanlının növbəti dərslərinin izahı ilə bərabər olacağıq. Bu günlük bu qədər. Sağ olun.